Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan. Salam Müzik Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Bugün də öz ənənəmizə sadiq qalaraq Göyçay rayonunda bir şəhid ailəsinin ziyarətə gəlmişik, ailəsini. Bu şəhid Həsənov Maarif Rahimoğlunun evidir, ailəsidir. Gəlin onun ailəsi ilə yaxından tanışılaq. Bəli, hörmətli tamaşaçılar, biz hal-hazırda Ağdərə döyüşlərində şəhid olmuş şəhid balamızın, yəni Maarif Həsənovun evindəyik. Onun anasını, ailəsini ziyarət eləməyə gəlmişik. İndi isə gəlin şəhidimiz haqqında daha da ətraflı onun əzizlərindən məlumat alaq. Ana, hoş gördük sizi. Şəhid anası. Allah şəhidimizə rəhmət etsin. Onun ruhu qarşısında baş əyirik. Zəhmət olmasın. Özünüzü təqdim edin. Mən Həsənova Nəzakət, Tahir qızı, şəhid Maarif Həsənovun anasıyam. Şəhidimiz haqqında istərdik. Maarif 1999-cu ildə noyabrın 19 anadan doğulub, anadan olub. Göyçayda bir nömrəli orta məktəbi bitirib, sonra peşə liseyinə daxil olub, orada oranı bitirib, əskəriyə gedib. Müharibə başlayana Maarif əskəriyyətin artıq 8-9 aylı belə gəlmişdi. Yaxşı idi, Maarif qeyriyyətli oğul idi. Maarif hər şey idi, oğlum qənədim idi. Vətənə məhəbbəti çox böyük idi. Həmişə deyil. Çünki mənim qardaşım da şəhid olub. O qədər yanında təbliğat olub ki, o əslində qardaşımı görməyib. Amma daimi nifrət hissi ilə, erməniyə nifrət hissi ilə həmişə intiqam hissi yaşayırdı. Nə bilim, müharibə başlayanda da deyirdi. O 27-si ilə belə müharibə başlamışdı, 29-u Maarif çağırışla getdi. Maarif deyirdi ki, mən getməsəm bu Qarabağ alınmayacaq. Mən mütləq getməliyim, belə deyil, danışırdı. Əslində, mən bir ana kimi istəmirdim Maarifin getməyə, yəni buna izin də vermirdim. Amma çağırış olandan sonra, yəni çağırış hər bir oğula gələ bilər və oğul öz boyun borcunu yerinə yetirməlidir. Ona görə ya mən Maarif əslində elə hazır idi, deyə qalmışdı, amma mən atqız eləyə bilmədim. Ona izin verdim, o da öz borcunu yerinə getirdi. Çox təəssüf ki, oktyabrın, elə bir sentyabrın 29-u getmişdi. Oktyabrın 12-sinə qədər döyüşlərdə iştirak edib. 13-sinə keçən gecə Ağdərə döyüşlərində şəhid oldu Maarif. Çox təəssüf. Bir ay 5 gündən neytralda qaldı, götürə bilmədik. Çox ağır günlər keçirdik. Ailədə 4 uşaq olub, 4 övladımız olub. Maarif neçənci övlad idi? Yox, 2 oğlum oldu. Maarif elə ikinci oldu. Bəli, ana. Neçə övladınız var? 2 oğlum vardı. Biri Mərdan Həsənov, Maarif Həsənov. Mərdanı böyük oğlumdu. Maarif kiçik, şəhidin kiçik oğlumdu. Subay idi də o? Bəli, subay idi. Ailə qurmamışdı. Yəni, oğul itkisi ilə övlad itkisi ilə bir dərtli gəlir. Yəni, onu heç kəsə arzulamıram. Amma ki, sizin itkiniz, yəni təkcə sizdən getmədi, eldən getdi. Çünki o şəhid adıdır, şəhidimizdir bizim. Hər şəhidimizin qarşısında biz baş əyirik, onların ruhlarını yad edirik. Allah dayazda dursun. Yəni, bizim də məqsədimiz odur ki,
şəhid ailələrini gəzib, onlar haqqında geniş məlumatlar əldə etmək Allah istəyirik. sizlərdən razı olsun. Dəyər verirsiniz, qiymət verib maraqlanırsınız. Bu da bizim səbir yerimizdir. Ki şəhidlər unudulmur. Daima maraqlanılır, axtarılır, ziyarət olunur. Çox sağ olun. Hər şəhid daşına bir deyəcəyəm, axan göz yaşına dur deyəcəyəm. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası, ağlama. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası, ağlama.